Qış aylarının super meyvəsi zoğal bədəni necə gücləndirir? Zoğal qış aylarında immuniteti gücləndirən ən dəyərli təbii meyvələrdən biridir. Sağlamaz bildirir ki, güclü antioksidant tərkibi orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, infeksiyalara qarşı müqaviməti artırır. C vitamini ilə zəngin olması soyuqdəymə və qripə qarşı bədənin müdafiə mexanizmini gücləndirir. Zoğalın tərkibində E və K vitaminləri də mövcuddur. Bu vitaminlər hüceyrələrin yenilənməsinə, qan dövranının sağlam işləməsinə və orqanizmdə iltihab proseslərinin azalmasına kömək edir. Yüksək lif tərkibi bağırsaq fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır və prebiotik təsiri ilə bağırsaq florasını dəstəkləyir. Zoğal sidik yolları sağlamlığı üçün də faydalı hesab olunur. Tərkibindəki maddələr bakteriyaların sidik yollarına yapışmasının qarşısını almağa kömək edə bilər. Bu xüsusiyyəti xüsusilə təkrarlanan sidik yolu infeksiyalarının azalmasında önəmli sayılır. Ürək-damar sağlamlığı baxımından zoğal qan təzyiqinin tənzimlənməsinə, damar elastikliyinin qorunmasına və xolesterin balansının yaxşılaşmasına dəstək verir. Bu da infarkt və insult riskinin azalmasına kömək edə bilər. Zoğal eyni zamanda dəri üçün faydalıdır. Antioksidantlar dərinin elastikliyini artırır, qocalma əlamətlərini ləngidir, sızanaq və iltihablı problemlərin azalmasına kömək edir. Maddələr mübadiləsinə müsbət təsir göstərərək bədənin enerji balansını dəstəkləyə bilər. Mütəxəssislər zoğalın şirə, qurudulmuş və ya təbii formada ölçülü şəkildə istehlak edilməsini tövsiyə edirlər. Təbii immunitet dəstəyi axtaranlar üçün zoğal faydalı seçimdir. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.